Namuslu, ismətli, qeyrətli, gözəl xanımlarımız, analarımız, bacılarımız, siz uşaqlarınızı bu şəkildə kütləvi surətdə öldürürsünüzsə, Peyğəmbər əleyhissalamın sizə sözünü çatdırmaq istəyirəm. Peyğəmbər əleyhissalam buyurur ki, qiyamət aləmdə, məhşərdə əsasən qadınların öldürdüyü uşaqlar onların qarşısına dikiləcəkdir. Və bunda əlbəttə kişilərin də məsuliyyət daşıyır, kişilərin də payı var və onlar ailə üzvləri kimi, yetkin insanlar kimi, bildiyimiz kimi cənnətdə qızlar təxminən Peyğəmbərin hədisinə görə 18, oğlanlar isə 33 yaşında olacaq və yetkin insan kimi onların valideynlərinin qarşısına dikiləcəklər və onlardan hesab soracaqlar. Onları öldürməyin səbəbini soruşacaqlar ki, Allah bizi o ailədə, sizin ailənizdə qərar vermişdi, bizim nə günah sahibi idik ki, bizi öldürdünüz. Əsasən də qız uşaqları, yəni hörmətli, ismətli Azərbaycan qadınları, xahişimiz odur ki, qız uşaqlarını öldürməkdən əl çəkin. Bu, Allahı qəzəbləndirən ən böyük insan qətillərindən biridir. O uşaqları Allah Taala sizin ailənizdə qərar vermişdir. Onları öldürmək, digər uşaqları isə yaşatmaq ən böyük ədalətsizliklərdən biridir ki, əmin olun ki, siz Allaha əgər iman gətirmişsinizsə Allahın varlığına və onun Peyğəmbərinə, kitabına iman gətirmişsinizsə, əmin olun ki, məhşərdə siz öldürdüyünüz, abort etdiyiniz həmin uşaqlarla yetkin şəkildə digər ailə üzvləriniz kimi qarşılaşacaqsınız və onlar sizdən haqlarını tələb edəcəklər. Əfsus ki, bizim xalqımızda həqiqətən də bu qədimlərdən də mövcud olmuşdur. 7 oğul istərəm, bircə dənə qız gəlin bizim xalqımızda həqiqətən deyimdir. Hətta belə filmdə var. Bu nə qədər ədalətsizlikdir ki, 7 oğul, bir dənə qız. Sual olunur, bəs o oğlanlarınızı hansı qızlara alacaqsınız? Yəni, indiki dövrdə analar bəzən oğullarına qız tapmaqda çətinlik çəkirlər. Bəs qız uşaqlarını öldürməklə ən böyük günah sahibi siz deyilsinizmi?